Allah hamını malına bərəkət versin. Ev arasında, mülk arasında olan bütün bacı qardaşlarımıza Allah'tan istədiyi inşallah qismət edilsin. Değerli izləyicilərim, bir dənə şirin qiymət gəlir, bir dənə bax çıxarmışam istərsin, bu zanada Albalıda. Həqiqətən bu qiymətə belə bir bağ axtarmayın. 3 sotun içində sənədimiz çıxarış, belə bir basenimiz de var, filtreli hovuzumuz da var. Evdə 100 kvadrat. İdeal bir qiymət. Evdə tamamlama işi qalıb. Yəni toxu çəkilir, şkaturu vurulub, bunun şeydir, motorxanasıdır. Evin hər bir tərəfinə keçmək üçün yeri var. Qiymət ideal bir qiymət. Belə, yəni həqiqətən bu qiymətə belə bir yer axtarmayın. Yəni kasıb bacı qardaşlarımız üçün, bağ istəyənlər üçün, ilin 4 fəsildə yaşamaq üçün çox əlverişlidir həqiqətən. Ətrafdakı hamısı yaşayış. Böyle bir heyeti var. Güc, 2 maşınlıq rahat. Heyetin girir, orada pisetkası, mangalisi, yaşıl zonası. Evin hər bir tərəfinə keçməyə yeri var. Şəxsi tikili. Əsas odur ki, heyetin işi tamamlanır. Bir də basenimizin mozaikası qalıb. Kesin evimizi istəməz sifariş edin. Girəcədə bax, böyle bir dənə hol. Değerli izləyicilərim. Bura studiya zaldır. Çox böyükdür həqiqətən. Tox sistemli kimi çəkilib, hazır. Su xəttli kimi çəkilib. Bunun hamam otağıdır. Daxilində değerli izləyicilərim. Deməli, bu bir yataq. Bu da 2 yataq. Qiymət isə həqiqətən şok qiymət. Yəni gözünüzün qabağında da çox ideal, çox gözəl, şirin bağdır. Özü içəri gələndə heyeti girsə insan və aurası insanı açır həqiqətən. Qiymətimiz elə bir qiymət ki, dəyərli izləyicilər, 105 min manat. Qoyursunuz cibinizə, gəlirsiniz, halallaşırsınız, gedirsiniz, asan xidməti alqı-satqınızı edirsiniz, Allah xeyrinizi versin. Evdə 15-20% iş qalıb, ağartma işidir, yeri laminatdır, bir də ki, baseninin mozaikası. Motorxanasız adam. Belə, xırda işlər qalıb. Əsas böyük işlər görülüb, o çeşitli işlər görülübdür. Burada işlərimiz qalıb, belə bir sektordur. 16 bir aşpikası qalıb. Aşağı taxtıyla vurub gəlirsən, çox. Burada şəlaləmiz. Orada yaşıl zonası, palma ağacları, zalı. Qiymət 105 min manat.